Bismillahirrahmanirrahim. İmam Əl-Həddadi Əl-Hənəfi Əl-Cəvhərə əsərində belə buyurur. Uca Allah namaz vaxtlarının hamısını Quranda mücməl, yəni qısa və ümumi şəkildə zikr etmişdir. Belə ki, Uca Allah belə buyurur. Namazı gündüzün iki başında qıl, yəni əsr və sübh namazlarını. Gecənin yaxın saatlarında da namaz qıl, yəni məğrib və işa namazlarını. Həmçinin Uca Allah belə buyurur: Günortadan gün batmağa meyl edəndə namaz qıl. Yəni günəşin zəvalından sonrakı vaxtda, bu da zöhr namazıdır. Başqa bir yerdə isə belə buyurulmuşdur: Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də onun şərəfinə təriflər deyin. Yəni Allah üçün namaz qılın. Axşama çatanda dedikdə axşam namazı nəzərdə tutulur. Səhərə çıxanda dedikdə isə sübh namazı nəzərdə tutulur. Axşam çağında dedikdə əsr namazı, günortaya yetişəndə dedikdə isə günorta namazı nəzərdə tutulur. Uca Allah digər ayətdə belə buyurur: Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-i səna ilə təriflə. Gecənin bəzi saatlarında və gündüzün iki başında ona təriflər de ki, bəlkə razı qalasan. Burada günəş doğmamışdan kəlamı ilə sabah namazı nəzərdə tutulur. Allah Taala digər bir ayətdə belə buyurur: Ona görə də sən onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbih et, yəni namaz qıl. Gecənin bir vaxtında və səcdələrdən sonra onu təsbih et. Günəş batmamışdan əvvəl kəlamı ilə əsr namazı nəzərdə tutulur. Digər bir ayətdə isə Allah Taala belə buyurur: Gecənin bir vaxtında və ulduzlar batandan sonra da Allahı təqdis edib şəninə təriflər de. Bu ayədə isə məğrib və işa namazları nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu ayələrdə namazın təsbih deyə adlanmasının səbəbi namaz daxilində Subhanallah, Subhan Rabbiyəl Azim kimi təsbihlərin olmasıdır. Velhamdülillahi Rabbil Alemin.